Salam sabahınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. İlk öncə sizin hamınıza bir olan Allahın adıyla salamlayırıq. Bu günlərim 12 dekabr 2025-ci il tarixində Şəhidlər Xiyabanında qəhrəman şəhidimiz İsmailov, Mehdiyev İsmail Davidoğlu'nun 5-ci il dönümünə yoxuşmuşuq. Şəhidimiz 07 noyabr 2020-ci ildə şəhadətə və şəhidlik zirvəsinə uzanmağına baxmayaraq nəşi 12 dekabr 2020-ci ildə torpağa tapşırılmışdır. Biz Şəhidin TV kollektivi olaraq şəhidin yaxınlarına, doğmalarına Allah'tan səbir dilirik, Allah səbirlərin versin deyirik. Və İsmail'in timsalında Allah cəm şəhidlərimizin məkanın cənnət, məqamlarını uca olsun. Şəhidlərimizə salam olsun. Allah təala şəhidlərimizin məkanın cənnət, məqamını uca etsin və qazilərimizə can sağlığı versin, veteranlarımıza uzun ömür can sağlığı versin. Hal-hazırda biz İsmail'in məzarı başındayıq. Qəhrəman şəhidimizi ziyarət etməyə gəlmişik. Valideynlər buradadır. Xanım buradadır. Şəhidimizin anası. İstərdi elə ilk öncə şəhidimizin anası məzarı ziyarət etdikdən sonra şəhidimizə qiymət verib, dəyər verən və bu günlərin Ataman ananı tək qoymayan bu şəxslərə Ataman ana öz ürək sözlərini bildirərdi Şəhidin TV olaraq. Buyurun Ataman ana. Birinci, hamınızı salamlayıram. Çox sağ olun bu soyuq ayda belə əziyyət çəkib durub hamınız gəlmişsiniz. Hamınıza minnətdaram. Nə deyim, İsmail evlat mənim idi, indi oldu bütün Azərbaycanın. İsmailin timsalında da bütün Azərbaycanın, bu xalqın oğullarını, igidlərini, hamısına rəhmət diləyirik. Bu vətən yolunda canından keçənlərin. Onsuz da onlar hamısı yerləri məlumdur biz. İndi bizə də düşən gəlib onları ziyarət edirik. Hamısı canından, qanından, qanlar axıb bu torpaq uğrunda. Şükür Allah, bugünkü gündə biz müstəqil bir dövlətik. Yəni, geridə qalan evlatlarımız heç olmasa xoşbaxt olsun. Allah bütün şəhidlərimizə rəhmət versin. Qazilərimizdə də can sağlığı, dövlətimizdə, xalqımızda sakitlik olsun, sülh bərqərar olsun, nə deyim belə. Hal-hazırda Tahir müəllim müəyyən səbəblərdən gecikir. Mən də elə Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektivi adından sizə şəhid anası kimi Allah'tan səbir diləyirik. Allah səbrinizi versin. Şəhidimizin məkanı cənnət, məqamı uca olsun və mən burada elə bizim Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranlarının müdafiəsi Birliyinin İctimai Birliyinin İdarə heyətinin üzvü Nazlı Yazar buradadır. İstədiklə Nazlı Yazar və öz ürəklərindən keçən sözləri bildirsin. Buyurun Nazlı xanım. Buyurun. Öncəliklə belə bir fəxri xiyabana, şəhidlərimizin adını özündə doğruldan belə bir fəxri xiyabana ziyarətə gəldiyiniz üçün sizin hər birinizə öz təşəkkürümü bildirirəm. Nə yazıq ki, biz bugün onları burada ziyarət edirik. Kaş ki, onlar bu cavan çağlarında elə çağlayarlar xoş günləri ilə. Ancaq bir şey də var ki, onlar uca bir məqama ucalıblar, şəhid adlı bir zirvəyə yiyələniblər. Ruhları qarşısında baş əyirəm. Daima uca olsunlar, unudulmasınlar və mən artıq 5 ildir ki, uca məqamlı şəhidlərimizin adı ilə bağlı olan bu tədbirlərdə iştirak edirəm. Düzdür ki, bugün mənim ad günümdür, amma mən bu ad günümdə, mən burada olmağımla da bir fəxr hissə duyuram ki, bunlar mənim üçün hər şeydən əzizdirlər. Nədən ki, onlar mənim bütün millətimin, bütün xalqımın anası olan ana vətənimizin müdafiəsi uğrunda canlarını fəda edib şəhidliyə yüksəliblər. Ruhları qarşısında dönə-dönə baş əyirəm. Ruhunuz şad olsun deyirəm. Qoy Tahir müəllim də gəlsin, şeirini deyərəm. O vaxtda da uşaqlar şeirlər bilsin. Okuyacaklar olanlar var. Atası olarak hepinizden Allah razı olun, geldiniz buraya. Şehitlerimizi andınız. Bu vatan her zaman var olacaktır. Yiğitler olduğu müddetçe, bu vatan uğruna can verecek olan yiğitler olduğu müddetçe, bu vatana sahip çıkmak çok çetindi. Bu vatan ilk defa bu çetinliğe düşmür. Bundan sonra da böyle çetinlikler olacaktı. Biz halk olarak, devlet olarak her zaman buna hazırlıklı olmalıyız.
Her zaman milli muhafazamızı yitirmemeliyiz. Gazilerimize, şehitlerimize sahip çıkmalıyız, hürmet göstermeliyiz. Ona göre de Allah bütün şehitlerimize Allah rahmet eylesin. Bayrakları bayrak yapan üstündeki kandır. Toprak eğer uğrunda ölen varsa vatandır. Geleceğimiz olan genç çocuklarımız şiir okuyacaklar. Müsaade ederseniz onların da şiirlerini bir dinleyek, yürek sözlerini, yüreğinden geçen onların da Allah yetiştiren müəllimlərdən Allah razı olsun, vatanperver gençler yetiştirirler. Buyurun. Hörmətli şəhidlərə hal-hazırda məzar başında 33 saylı tam orta məktəbin şagird və müəllim kollektivi buradadır. İstərdik şagirdlərimizin qəhrəmanımız haqqında söylədiyi şeirləri dinləyək. Buyurun. Vətənin dar günü önə atılan, intiqam hissi ilə oda qatılan, qan töküb, can verib, yanıb çatılan, ölümün üzünə gülən anası, məğrur ol, ağlama, şəhid anası. Sən Təbriz mübariz anasısan bil, dözümlə vətənə yanasısan bil, dərdini düşməndən danasısan bil, qüruru göylərə dəyən anası, məğrur ol, ağlama, şəhid anası. Bu döyüş yoludur, yanıb vay demə. Oğluna, qızına qayıt hay demə. Nə üçün gedirsən balam tay demə. Bayraqdan libası gəyən anası. Məğrur ol, ağlama, şəhid anası. Qaralmış göylərdən bulud çəkilir. Torpağa şəhidin qanı tökülür. Millərlə düşmənin beli bükülür. Sən torpaq qətini verən anası. Məğrur ol, ağlama, şəhid anası. Hər evin başına bayraq taxılmaz. Hər ada şəhidlik adı açılmaz. Hər kəs bu qədər uca baxılmaz. Sən düşmən qəddini əyən anası. Məğrur ol, ağlama, şəhid anası. Təzik yaşat xəbər gələr bilərsən. Qələbə sevinci alıb gülərsən. Gözündən qurumaz, yaşı silərsən. Məğrur ol, ağlama, şəhid anası. İsmaila vətəndən bil ki pay olmaz. Şəhid anasının, igid anasının gözləri dolmaz. Nahaq qan heç zaman o yerdə qalmaz. Məğrur ol, ağlama, şəhid anası. Ey şəhid anası, dik tut başını. Bil ki, haqla batil əsla barışmaz. Ağlama, dərd çəkmə, sil göz yaşını. Şəhid anasına kədər yaraşmaz. Bilirəm ağırdır qanıyır yaran, bilirəm həsrəti dərdini didir. Məzara qoyduğun o ciyər paran, dağ çəkib sinənə yaran incidir. Məzlum tək dayanıb bağrımı yarma, məzlum tək dayanıb bağrımı yarma. Oğlun şəhid oldu, qazandı şərəf. Dostları içində onu axtarma, ruhu pərvaz etdi Rəbbinə tərəf. Fəxr el onunla, ona yas tutma, ruhu bu hüzündən acahdır onun. Sənin övladındır, lakin unutma, həqiqi sahibi Allahdır onun. Daha yollarına gözünü dikmə, daha yollarına gözünü dikmə, qoşuldu şəhidlər karvanla o. Sən daha qəm yemə, boynunu bükmə, qovuşdu səadət ünvanla o. Bədəni qəbirdə heç çürüməz ki, silinər günahdan varsa hər nəyi, şəhid kəfənlənməz şəhidin çünki müqəddəs sayılır qanlı köynəyi. Budur şəhadətin əsl mənası, elə bir məqamdır heç kəs qovuşmaz. Ağlama, ağlama şəhid anası, şəhid anasına kədər yaraşmaz. Şəhid anasına kədər yaraşmaz. Sağ ol. Çox sağ ol. Ağla şəhid anası, ağla şəhid anası. Öpüb gözlərinə qoyduğum bayrağın, yaşılından göyərəcək Qarabağın çiçəkləri. İgidin yandırdı neçə-neçə ürəkləri. Yanan tək ürəyimiz deyil ki ana. Ürəyimdən günəşə uzanan yolu görürsənmi? Günəş Qarabağda səni axtarır, bilirsənmi? Ey şəhid anası, odlar yurdu sevinir, sənin içindəki şərəf qədər, qürur qədər. Odlar yurdu yanır anam, içindəki kədər qədər. Gör nələr sığdırmış bir nakam ömrə. Hər kəsin yadında şən qala bildin. Hər kəsin yadında şən qala bildin.
Şəhidin TV izləyiciləri, hal-hazırda qəhrəman şəhidimizin ziyarətinə şəhidlərin şahidi olan qəhrəman qazilərimiz gəlib. Buyurun, qazilərimiz. Süleyman müəllim, buyurun gəlin. Buyursun. Çox sağ olun. Sağ ol, gəlin bura. Gördüyünüz bu oğullar qəhrəman şəhidlərimizin şahididir, canlı şəhidlərimizdir, qazilərimizdir. Buyurun. İlk öncə hər birdə təşəkkür bildirəm ki, şəhidləri unutmursunuz, tez-tez xatırlayırsınız. Bugün şəhid Mehdi İsmailin şəhadəti ucaldığı gündür. Allah onun ailəsinə səbir versin. Bu gündə elə bir önəmli günə təsadüf edib ki, bugün həm də ümummilli liderimiz Heydər Əliyevin dünyasının dəyişməsindən 22 il ötür. Dahi şəxsiyyətimiz, xalqımızın dayağı, müasir Azərbaycan qurucusu mərhum Heydər Əliyevi də hörmətlə anırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İsmail də bugünkü gün Azərbaycanın yeni tarixinin yazılmasında böyük hərflərlə imzası olan şəxslərdən biri olub. Bugün Natəvan xanım o cür qürurlu olmalıdır ki, onun evladı Azərbaycan tarixinin bir parçası oldu. Yeni Azərbaycan tarixinin bir parçası oldu. Bu şərəf hər insana qismət olmur. Şəhidlik adı hər insana qismət olmur. Bugün şəhidlərimiz bizim belə deyək, yeraltı sərvətlərimizdir. Bu sərvətləri qorumaq lazımdır. Bu sərvətləri yaşatmaq lazımdır. Bugün biz keçmişimizi unutsaq, şəhidlərimizi unutsaq, biz təbii ki, bu torpağı nə qoruya biləcəyik, nə saxlaya biləcəyik. Çünki bu torpaq qanla yazılıb. Bayaq şeirdə deyildiyi kimi, şəhidimizin atası şeirdə dedi zaten bunu. Torpaq suyla yoğrulanda palça olar, qanla yoğrulanda vətən olar. Bu torpağı qanla yoğuran şəhidlərimizin hörmətlə anırıq. Allah sizdən də razı olsun ki, gəldiniz, şəhidimizi ziyarət elədiniz. Teşekkür ederim. Allah sizlərə də uzun ömür, can sağlığı versin. Siz də şəhidlərimizdən diri şahidlərsiniz, diri şəhidlərimizsiniz ki, bütün qazilərimizə də Allahdan şəfa diləyirik. Dadi, buyur qardaş. Bugün İsmail kimi igid, qəhrəman oğullarımızın sayəsində üç rəngli bayrağımız işğaldan azad olunan doğma torpaqlarımızla dalğalanır. Allah bizə, şəhid qardaşlarımıza, hər birinə rəhmət eləsin. Ruhları şad olsun, vətən sağ olsun. Vətən sağ olsun. Buyur qardaş. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. İsmail mənim döyüş yoldaşım olub, bir yerdə döyüşmüşük. Qismətdən elə bir yerdə şəhid olanda mən də yaralandım. Mənə qismət olmadı şəhid olmaq, İsmail oldu. Allah valideynlərinə səbir Sağ versin. olun. Amin. Allah sağ olun. Biləm, hər dəfə gəlir. Allah cəm şəhidlərə rəhmət eləsin. İsmail maraqlı xatirələri ilə yaddaşımızda qalıb. Tanrı hər şeyi hikmətlə yaradıb. Bütün təqvimlərin hikmətlə edib. Bu günləri 12 dekabrdır. Həm də Ulu Öndər Heydər Əliyevin anım günüdür. İsmail uşaq dərrakəsi ilə, uşaq ağlığı ilə tez-tez Heydər Əliyev şəxsiyyəti ilə maraqlanırdı. Bəzi suallar verirdi. Biz də deyirdik ki, yaxşı olar dərslərini oxuda, sən hələ siyasətlə maraqlanma, belə filan demişən. Sonra İsmail sənədlərini verdi Cəmşid Naxçıvanski adına hərbi liseyə. Ancaq oradan rəhbərlik məsləhət bildi ki, gedib Naxçıvanda Heydər Əliyev adına liseydə oxusun. Yəni bu da bir hikmətidir. Sonra İsmail 7 noyabrda döyüşdə şəhid oldu. Ancaq onu bir müddət itkin kimi saydılar, axtardıq. Sonra 11 dekabrda onun nəşi tapıldı və 12 dekabrda Heydər Əliyevin anım günündə torpağa tapşırıldı. Yəni bu günləri elə bir ki, bu böyük bir hikmət
kimi bizim yaddaşımızda qalıb. İsmail qoçaq uşağıdır, İsmail dirənişli uşağıdır. Dostları, yoldaşları arasında heç vaxt mübahisədən qorxmazdı, çəkinməzdi. Öz bildiyi dəqiq işinə görə axıra qədər dirəniş göstərərdi. Oxumağında zəif olan yerləri gəlirdi, məsləhətləşirdi anası ilə, dayısı ilə, atası ilə, nə bilim, xala qızı ilə, xala oğlanları ilə məsləhətləşirdi. Yəni çox belə maraqlı xatirələrlə yaddaşımızda qalıb. İsmailin xatirələrini danışsan uzun çəkər. Hər halda oğlan uşağı vətən çəpəridir deyiblər. Vətənin ağır günündə İsmail sinəsini düşmən qarşısında sipər elədi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hamınıza təşəkkür edirəm bugün gəlmişsiniz şəhidimizi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Torpağa su düşəndə palçıq, tər düşəndə məhsul, qan düşəndə vətən olur. Vətən torpaq uğrunda ölən olmasa, torpaq vətən nə azad olar, nə abad olar. Vətəni sevirəm deyən çox olar. Yəni çox olar, dil yorulmasa. Vətən də bizim kimi ölük yox olar, vətən uğrunda ölən olmasa. Şəhidlərimiz, biz bir ömür yaşayacağıq. Amma şəhidlərimiz xalqın ömrü qədər ömür yaşayacaqlar. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Doğmalarınızda səbir diləyilə. Yolum göydədir. Göydən ulduzlar uçdu, yaman göynədi. Xəbərin varmı bu qız neynədi? Dönüb üfüqlərdən itən şəhidim. Ne güzel, ne güzel. Allah bütün şəhidlərimizə rəhmət Maşallah. Maşallah. Sağ ol. Maşallah. Ay Allah ne güzel. Çok sağ ol oğlum. Allah seni var. Sağ ol. Gedirsiniz. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda qəhrəman şəhidimizin məzarı başında Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə edenlər müdafiəsi İctimai Birliyinin idarə heyəti üzvləri yığışıb və həmin İctimai Birliyimizin sədri Tahir Məmməd Özcanova da buradadır. İstərdiyilə ilk öncə Tahir müəllimdən başlayaq. Buyur Tahir müəllim. Salam, hər birinizi bugün bura əziyyət çəkdiyiniz olaraq birinci təşəkkürümü bildirirəm. Və qeyd etmək istəyirəm ki, bugün Azərbaycan Respublikasının ilk öncə keçmiş prezidenti Ulu Öndərimizin anım günüdür. Biz bütün kollektivimizin adından başsağlığı dilirik və keçid edirik şəhidlərimizə. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konstitusiya quruluşu aktı uğrunda şəhidlik zirvəsinə uzalan şəhidlərimizin hər birimizin anım yeridir. Şəhidlər ölməz, vətən bölünməz deyirlər və bugün Nətəvan xanım sizə və Fikrim bəyə öz İctimai Birliyimizin adından səbir dilirik və qeyd etmək istəyirik ki, şəhid anlamı, şəhid sözü dahi bir sözdür. Şəhid sözünün anlamında anlayan şəxs üçün vətən deməkdir, ana deməkdir. Yəni,
şəhidlərimiz qanlarını tökərək bu torpaqların azad olmasında, vətənin suverenliyinin, ərazi bütövlüyü uğrunda canlarını fəda verərək torpaqların azad olmasında öz canlarından keçiblər. Və bunlardan biri də Mehdiyev İsmail'dir. Mehdiyev İsmail 1-ci kurs Ali Hərbi Məktəbin 1-ci kurs demək kursantıydı. Gələcəyin zabit olmalıydı. Amma bu Mehdiyev İsmail'in dönüşünü döndərdi, o vətən sevgisini ondan üstün tutdu və o zabitlik rütbəsinə elə şəhidliyi ilə qalxdı. Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşdü və şəhidlik zirvəsinə ucaldı. Və bildiyiniz kimi Mehdiyev İsmail'in nəşi noyabrda mən bilən şəhid olub da. 7 noyabrda. 7 noyabrda şəhid olunub və bugünkü gün torpağa tapşırılıb. 12'si torpağa tapşırılıb və bu torpağa tapşırılan gün məhz bugünkü gündür. Bugün biz Mehdiyev şəhidi, şəhid Mehdiyev İsmail'in məzarının üstündə iştirak edirik, ziyarət edirik və onların valideynlərinə başsağlığı veririk. Və qeyd etmək istəyirəm ki, qısa formada burada indi bizim həmkarlarımız da var, çıxış edəcəklər və qısa formada qeyd etmək istəyirəm ki, bugün biz şəhid Mehdiyev İsmail'in timsalında bütün şəhidlərimizə salam deyirik. Və bu gördüyünüz bu məzarlar, qarşımızdakı olan məzarların çoxu 94-cü ildə Qaradiz hücumunda şəhidlik zirvəsinə ucalanlardır. Çox adam hesab edir ki, 1-ci Qarabağ müharibəsi qarşı tərəfin xeyrinə çıxıb xeyr. Və bu qarşımızda gördüyümüz ağ mərmərdə olan şəhidlər hamısı Qaradiz hücumunda 23 kənd və bir posyolkanın alınmasında şəhidlik zirvəsinə ucalıblar və bunlar 94-cü ilin yanvar ayında baş verib və təsəvvür edin ki, bu məzarda uyan şəhidlərimiz və 1-ci Qarabağ iştirakçıları, bunların mühünləri, nəsli, bunların dayısı, əmisi uşaqları, nə bilim, qardaşı uşaqları və Böyük Vətən müharibəsində 27 sentyabrda davam elədilər, bu qəhrəmanlığı göstərdilər və bu qəhrəmanlıq nəticəsində də suveren dövlətimiz yarandı. Bugün Azərbaycan Respublikasının Ermənistanla heç bir sərhəddi yoxdur. Sərhəd olan bölgə yalnız Şərqi Zəngəzur nəzərdə tutulur və Kəlbəcər və Gədəbəy nəzərdə tutulmaqla hazırki vəziyyətdə Xankəndidir, Xocalıdır, Şuşadır, Füzulidir, Cəbrayıldır. Bunların sərhəd bölgəsində sərhədləri heç bir Ermənistanla heç bir sərhəd yoxdur. Artıq biz suveren dövlətin vətəndaşıyıq və biz suveren dövlətin vətəndaşı olaraq da qeyd etmək istəyirik ki, şəhid sözünün anlamında şəhid görür, eşidir və bu günlər onların ruhu da bizlərlə bir yerdədir və biz onların cəbhə yoldaşlarıyıq və biz bir ağızdan hamımız deyirik, şəhidlərimizə salam olsun. Salam olsun. Hörmətli Şəhidin TV izləyiciləri, elə bu anda istərdik ki, ictimai birliyimizin üzvü olan Nazlı yazar şəhərimizə, şəhidimizə həsr etdiyi şeirini söyləsin. Buyur. Ondan sonra iştirakçılarımıza yenidən söz verəcək. Bütün igidlərin, şəhidlərimizin nurlu ruhları qarşısında baş əyərək, onların döyüş yoldaşları olan qazilərimizə can sağlığı diləyərək, başın hər zaman uca olsun, vətənim Azərbaycan deyib də igid şəhidimizə yazdığım şeiri sizinlə bölüşürəm. İgid şəhidimiz Mehdiyev İsmail Davudoğlu'na ithaf etdiyim Nəşrində Yasəmən Çiçəklənən adlı şeirim. Müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü Qızıl Qələm mükafatı layiqli vətənpərvər şair Nazlı Yazar olaraq. Ey igid İsmail, əbədi yaşa, tarix varaqladın, gözündə yaş var. Dedin ana bil ki, mən vuruşacam, vətənsiz acıyla, nər necə yaşar? Ta erkən yaşından sən hərbdə idin, yoluna yoldaşdı Quran, İslam, din, vətən sevdasıyla döyüşən igid. Məktəbin şühada, Quran, İslam, din.
Qurban bayramında nur gəlişli nur, ey hörmət izzətli, gözü saf billur. İsmail, şəhid tək adın zirvədir, Mehdiyev İsmail, bir milli qurur. Ayağı sayalı, ruzisi bolsan, Zəngilan aşıqı, yurdun oğlusan. Nəşində yasəmən çiçəklənənim, cənnət ətirlisən, gül qoxulusan. Vətənə xidmətə görə ordenli, vətənin aşıqı, yurtda sevimli. Xocavənd şəhadət yerinsə igid, hər qəlbdə yerin var, qəlbdə sevimli. Anam Natavanın gözləri yaşlı, hanı çınar boylum o hilal qaşlı, deyib gecə gündüz səni axtarır, əksin bayraqdadır, ay hilal qaşlı. Səni xəbər aldım o gül anandan, nazlı yazar yazsın sən qəhrəmandan, deyib tarixçəni hey varaqladım, heyif sənin kimi nər qəhrəmandan. Gözüm yaşla doldu qələm tutandan, gözüm yaşla doldu qələm tutandan. Bütün şəhidlərimizin nurlu ruhları qarşısında baş əyirəm. Şəhidin TV izləyicilər, bildiyiniz kimi Azərbaycan Respublikası şəhidləri, Əlillər və Maddələrin Müdafiəsi İctimai Birliyinin bir çox idarə heyətinin üzvləri buradadır. Bütün idarə heyətinin üzvlərindən kim ürək istəyəcəksə sözünü deyəcək və aman Veteranlar Birliyinin Zəngilan rayonunda sədri Azad Musayev iştirak edir. Bir də onu da deyəcək. Allah kömək etsin. İllə Səhmət olar söz verək. İllə Səhmət olur. Mən də öz növbəmdə Azərbaycan xalqına başsağlığı verirəm. Bu milli liderimizin bugün anım günüdür. Allah ona rəhmət eləsin. Və qayıtmaq istəyirəm Mehdiyev İsmailə. Onun anası bir evlad bitirdi, amma 1000 evlad qazandı. İsmail kimi evladlarımız təbii ki, vətən keşiyində durmalı, onları azad etmək üçün Qarabağ torpaqları işğal altında idi, geridə dura bilməzdi. Baxmayaraq ki, birinci kursant idi, özdə birinci kurs idi. Əlinə silah aldı, vətənin azadlığı uğrunda canından keçdi. Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı arzulayıram. Allah Allah'ın ömrünü uzun eləsin, şəhidlərimiz daim yaşasın. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda bizimlə burada Azərbaycan Respublikası Veteranlar Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad müəllim də buradadır. Sədri Azad müəllim də ürəyinin sizin sözləri bildirsin. Buyurun Azad müəllim. Mən də deyirəm, Allah şəhidlərimizə Allah'ın salamı olsun. Şəhidlərə ölmür, şəhidlər həmişə uca zirvələrdədir. Bugün biraz gecikdim bura, Ümmüllidir, Heydər Əliyevin anın günüydü, oradan gəlirlər. Füzuli müəllimin salamını çatdırıram, bizim başkanımız, o gələ bilmədi. Böyük görüşləri var, ona görə gedir, Natama xanıma mənim salamlarını çatdır və bütün iştirakçılara. Allah deyəm, şəhidlərimiz, yəni, nətər deyim, gənc yaşlarında İsmail öz məktəbin ataraq, müharibə başlayanda torpağını qorumağa gedən, belə oğullar doğulan, anaların qarşısında baş əyirəm. Bu igid balamızı körpəlikdən vətənpərvər böyüdük deyə, vətən yanğısı ilə öz ali hərbi məktəbin yarımçıq qoyub, torpaq uğrunda şəhid olan İsmailin məzarı önündə baş əyirəm. Allah cəm şəhidlərimizə Allah'ın salamı olsun. İsmailin timsalında Bəhər Tahir müəllim dedi, 94-cü ildə burada yatan şəhidlərimizin demək olar ki, hamısı ilə çiyin-çiyində biz döyüşmüşük. Hamısı ilə orada mən hər yanvarın 19-u və fevralın 2-si bizim burada yatan yüzlərlə şəhidlərimiz var ki, hansı bizim döyüş səncər qardaşlarımızdır. İsmailin timsalında bütün Azərbaycan şəhidlərinə Allah'ın salamı olsun deyirəm. Amin. Mən idarə heyətimizin aparat rəhbəri Valid Səfərliyə söz vermək istəyərdim. İstərdim bu üçün Səfərli gözlərmək istəyən sözləri bildirsin. İsmail bizim öz balamızdır, məkanı cənnət olsun. Baloglan müəllim, buyurun. Allah birinci anasına səbir versin, yaxınlarına. İsmail bizim hamımızın babasıdır.
məqamı uca olsun, qəbir nurla da olsun, İsmailin timsalında bütün şəhidlərimizə salam olsun. Mən bura gələnlərə təşəkkür edirəm ki, yad edib gəliblər. Ömrü boyu da burada nə qədər yaşayacaq, həyatda biz onlara borçluyuq. Bütün şəhidlərə İsmail, Allah qəbri nurla doldursun, məqamın uca olsun. Sağ olun. Nazım müəllim, idarə heyəti buyurun. Allah İsmailə rəhmət eləsin, yeri cənnət olsun. Fəxr edirik biz belə şəhidlərlə, hamısından. Allah rəhmət eləsin. Qardaşım. Düzdür, mənim üçün ağır olsa da, mən biz də onu deyirəm ki, biz aldığımız nəfəsdə, aldığımız hava da şəhidlərin havasıdır. Biz dirikən şəhidik. Allahın salamı olsun şəhidlərimizə. Onlar bizim qəlbimizdə yaşayıb yaşayacaq da. Bu qədər. Hörmətli şəhidim TV izləyiciləri, Azərbaycan Respublikası Şəhid Əlilləri və Varını Ötürlər Müdafiəsi İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədr müavini Röyala xanım da buradadır. İstərdik Röyala xanıma da söz verək. İlk öncə sizə rəhmət diləyirəm. Allah rəhmət eləsin şəhidimizə. Allah sizə can sağlığı versin, sizə səbir versin. Ümumiyyətlə, yəni şəhidlər ölməz, vətən bölünməz. Yəni bu biz bu şüarla, bəli, bu şüarla hər zaman irəli getdik. Allah onlara rəhmət eləsin. Onların hesabına biz bugünkü gündə gəlib rahat bu torpaqda nəfəs alırıq. O vaxt, yəni 1994-cü ildə, ümumiyyətlə 90-cı ildən elə başlayaraq, yəni mən atam da bu döyüşlərdə iştirak eləyib, 1-ci Vətən müharibəsində. Onda Əliyalın hər kəs düşmən qarşısına çıxmışdı. Yəni elə şəhidimiz də elə Əliyalın yəni düşmən qarşısında canını fəda verdi ki, bugünkü günü biz bu cürə yəni rahat torpaqda nəfəs alaq. Yəni danışmaqla bitmir. Allah rəhmət eləsin. Və mən bizim TV izləyiciləri və mən bu günlərim 12 dekabr bildiyiniz kimi dünya siyasətinin banisi Ulu öndərimiz Heydər Əliyev cənablarının da anım günüdür, 22-ci il anım günüdür və bu gün təsadüf edən İsmail qardaşımızın da 5-ci il anım günüdür. Mən ümumiyyətlə Ulu öndərimizlə bərabər cəm şəhidlərimizin məkanın cənnət, məqamlarının ucu olmasını arzulayaram. Allah təala qazilərimizə şəfa versin, veteranlarımıza, müharibə iştirakçılarımıza uzun ömür can sağlığı versin. Və onu da qeyd edim ki, mən istərdim elə İsmail qardaşımızın timsalında bütün cəm şəhidlərimizin məkanın cənnət, məqamları ucu olmasını Allahdan arzulayaq. Şəhidlərimizə salam olsun deyirik. Hal-hazırda məzarı ziyarətimiz başa çatır. Allah təala bir daha cəmi şəhidlərimizin məkanın cənnət, məqamlarımızı etsin. Şəhidlərimizə salam olsun. Salam olsun. Sıratal müstəqim, sıratal ləzîn ənəmtəli qayrı məhdûmən leyki və ləzâlim. Bismillah Rahmanirrahim. Qulfallahu ahad. Allahu samad. Lam yelid və lem yekun lehu və lem yekun lehu kufuwan ahad. Cəm şəhidlərimizə Allah cəm şəhidlərə rəhmət eləsin.